Necə oldu ki, onlar bu qədər asanlıqla, nöqtə atışı ilə bir-bir aradan qaldırıldılar? Əli Xamneyi və İranın ən yüksək səlahiyyətli şəxsləri, eləcə də Venezuelanın prezidenti Maduro özlərini ən təhlükəsiz, ən toxunulmaz saydıqları yerdə məğlub oldular. Nə cəsuslar, nə də satqınlar. Bu əməliyyatların arxasında dayanan ən böyük güc Tanrının gözü kimi tanınan Palantir sistemidir. Hansı ki, bütün dünyanı bir laboratoriya sıçanı kimi izləyir. Onun qollarından biri olan və hər işdə kömək istədiyimiz, hər şeyimizi bilən süni intellekt ChatGPT, hansı ki, Amerikan ordusuna xidmət edir. Amerika bu sistemi həm Xamneyinin, həm də Maduro'nun yerini tapmaqda istifadə etdi. Süni intellekt artıq stratejik bir silaha çevrilib. Məhz buna görə dünyada ChatGPT-ni silin dalğası başladı. 1.500.000 aktiv istifadəçi artıq onu sildi. Bizim suallarımız onun təlimidir. Bizim ona verdiyimiz bilgilər onların silahıdır. İndi 100% deyirsiniz ki, o boyda Amerikanın nəyinə lazımdır? Bizim nə yeyib içdiyimiz, necə də yatıb durduğumuz. Müharibə təkcə silahlarla olmur. Bir millətin nələri xoşladığını, vərdişlərini, nədən qorxduğunu bilmək sizcə onları idarə etmək üçün yetərli deyil. Bu dünyada ən böyük və ən dəyərli güc bilgidir. Bəli, sənin və ya mənim məlumatım tək başına heç nədir. Amma bütün bir cəmiyyətin sirləri onların əlində olanda artıq hər şey mümkündür. Əlbəttə ki, bu bir ChatGPT-ni silməklə düzələsi şey deyil. Bütün müasir texnologiyalar bu sistemə qulluq edir. Bu videonu izləsəniz indi burada danışdığım hər şey sizə daha aydın olar. Salamat qalın.